24 saat ben bu yolu getməliyəm bu formada. Bax, insanların üstündən keçirik. Uşaqlar, baxın, düz yerdə uzanıb yatır. Hoppa, hoppa. Bütün qatar tuvaletin suyuyla dolu. Qatarda getdiyimiz yerdə reski belə bir dənə uşaq gəldi. Oyda, Allah, bu nədir Allah? Adam belə övüyorlar ya. Nə qəşəkdir. Bura heç Hindistana oxşamırdı uşaqlar. Millət, təzə bir videodan salamlar, hər vaxtınız xeyir olsun. Çox Mumbai bilet axtardım, tapa bilmədim. İndi bir seçim veriblər mənə. Çox maraqlı təcrübə olacaq. Baxmağa davam edeyim. Vağzala çatmışam. Məni bu adama tapşırıblar ki, apar onu o formada bileti al onun üçün. Əgər ala bilsə, maraqlı bir şeylər yaşayacaq deyə düşünürəm. Çox çətin bir yolculuq olacaq. 24 saat sürəcək. Amma dəhşətli bir təcrübə olacaq mənə elə gəlir. Qaydaya belə pulu verirlər. Mənə maraqlı gəldi, keçən dəfə gecənin bir ailəm bunlar nətər belə bilet tapıb gedə bilirlər. İndi anlamışam artıq. Hər şeyin necə getdiyini, gedişatını anlamışam artıq. Danışacağım sizə də. Deməli, məsələ nədir, millət? Videolarda, fotolarda gördüyümüz Hindistanda insanların ayaq üstü, qatarın üstündə getdikləri var ha. O vəziyyətdə getməliyəm, təsəvvür edin. İndi mən minimum vəziyyətdə getməliyəm. Necə gedəcəm, nətər gedəcəm bilmirəm. Bilet almaq mümkün deyil. Başa düşürsünüz, nə sabaha, nə bir günə. 10 gündən o tərəfə bilet yoxdur, başa düşürsünüz. Buna əvvəlcədən də ala bilməzdim ha. Proqram qəbul eləmir. Proqram sabahın belə biletin satışına qəbul eləmir. Boşum, belə bir dəhşət bir şeye düşmüşəm. İndi bunlar mənə dedilər ki, görəsən qatarın içərisinə yersiz yer alassan. Yəni yerin yoxdur. Amma içəri girməyə bilet alırsan da düşün. Hindistanda bu rejim var, izah edəcəm. Alırsan və gedirsən içəridə oturursan. Oturursan, ayaq üstə oturasın. Neyin niyyətsən özün biləsən? Qatarın harası özünü soxa bilsən sox. Sox qal və buna görə də pul ödəməlisən. Havayı da deyil bu. Bu kasıblar üçün nəzərdə tutulub. İndi mən də o kasıblardan biri kimi gedirəm Mumbaya və məsələ budur ki, 24 saat eləməliyəm bunu. 24 saat mən bu yolu getməliyəm bu formada. Görə necə olur? Uşaqlar, bir dənə vəziyyətin xaosa baxın. Adam sayına baxın bir dənə. Çox böyük kütlə var ya burada. Çox böyük kütlə. Baxın. Burada bu insanlar mənim kimi bilet tapa bilməyib. Gəlib burada qalanlardılar. Qalırlar, gözləyirlər bir dənə moment olsun, bilet tapsınlar, çıxsınlar, getsinlər. Bax, insanların üstündən keçirik. Başqa variant yoxdur. Keçirsən belə, bax, hər tərəf adamla doldu. Heç biri bilet tapa bilmirlər. Və bu bileti mən 2 gündür gəlirəm almağa, ala bilmirəm. İndi qardaş sağ olsun, dedi, bu ancaq axırıncı moment alına bilir. Oturmuşduq, təsəvvür edin. 5 saatdan sonraki qatarı gözlürdük adamdan ki, Leyva girim içəri. Dedi, girdi saytə reski, boşalmış yerlər var, gedək. Okey millət, first of all, saat 20:00-dır. Mən dünənlərin gəldim eyni terminala, bax bura, bilet almağa. Dedilər ki, bilet yoxdur, plus biz sabahı bron eləyə bilmirik. Dedim, okey, no problem, sabah səhər tezdən gələrəm. Sabah səhər tezdən, yəni bugün səhər tezdən gedirəm, yenə eyni problemlə qarşılaşıram, deyir, bilet yoxdur və biz növbəti günə bilet ala bilmərik. Okey, artıq mən narahat olmağa başlayıram, çünki Bakıya uçuş təyyarəm Mumbaydandır. Dünən təsadüfən tanış olduğum bir oğlana yığıram. Yazıram daha doğrusu ki, qaqaş, mənim belə bir başıma problem gəlib, mənə kömək elə. Mən hardan tapa bilərəm qatarı və yaxud avtobusa, nə olur olsun, mən gedim Mumbaya. Mənim də dərdim Mumbayda sizə bir gündən artıq almağın mənası yoxdur. Sadəcə ora çatmaq əminliyi yaşamaq istəyirəm ki, çatdım, vəssalam. İndi oturub təyyarəmin gəlməyini gözləyirəm də bir vaxtını. Adam qardaşı ilə və bir dənə oğlanla gəldi ki, mənim dostum var, turizmdə işləyir falan filan. Mən sizə belə bir səhv eləyən adam deyiləm, sadəcə o variantsızlıqdan, səhv də deyildi, variantsızlıqdan və adamın biraz 19 yaşı olduğuna görə saflığına güvəndim. Bir də bunların kimsə kamerana çəkiş eləyir, vlogger falan filan, bunlara həvəsi var. Bu heç bir mənim buna ehtiyacım olmadan artıq mənə ad gününə dəvət eləmişdi. Bu mənim profilimi götürüb, bu mənim subscribe eləyib YouTube-da. Yəni belə də maraqlıyam mən buna. Şəkil çəkdirib mənə silahsa bu şeylərə görə dedim neçədir bilet, dedi 3000 sazon. 3000 rupiyə. Okey. Çıxartdım 3000 rupiyə verdim. 3 dənə adam gəliblər. Dedilər ki, biz sənə bilet ayarlayacaq avtobus. Dedim, mənə ki, fərq yoxdur, tək mən gedim Mumbaya. Mumbaya gedim təki. Okey, bunlar şey elədilər. Gün ərzində bundan əlaqə saxlamağa çalışıram. Gəh deyirlər alınmı, gəh deyirlər başqa bir variant. Min dənə söhbətlər. Gəh deyirlər bəlkə taksidən gelsən, gəh deyirlər bəlkə qatardan gelsən, belə bir variantda falan yerdə düşərsən falan şey. Belə də başımı ağrıdırlar. Axşam saat artıq 5-də mən adama dirəndim ki, gətir pulumu qaytar. Mən işə lazımdır sənin köməyin. Gətir qaytar, mən özüm əlləyəcəm.
Gəldim oteldəki resepsiyona yaxınlaşdım, müdiriyyətə dedim ki, mənim belə bir problemim var, o demə həll edirəm. Girdi, dedi ki, Allah qatar var, mən dedim ki, pul gətirsinlər, özüm də əlavə cibimdən bu da risk eləmirəm verməyə, dedim pul gəlsin. Pul gəldi, çatdı, verdim pulu, dedim indi al. Bu da alanda dedi ki, ayda problem var, alınmır. Ay sənin a**pox. Və bir yandan mənə niyə həvəsləndirmirsən? İkinci variant avtobus variantı. Yaxşı ki, onu alaq. O da alınmadı. Dedim, yaxşı, növbəti variantdadır. Növbəti variantım onu dedi ki, narahat olma. 775 rupiya ödəyəsən, bu çox az summadır nisbətdə. 775 rupiya ödəyəsən, lev girəsən qatara. Yəni, qanunsuz yolla. Dedim, o necə olur? Deyil, bizdə olsa elə olur da, yəni verirsən, girirsən, orada özə bir yer tapıb oturursan, yerdə də ola bilər də, yəni ayaq gedən yerdə də ola bilər. Oturursan, sonra orada qatar tərpənəndən sonra provodnik, yəni qatarın işçisinə pul təklif etsən, məsəl üçün 500 rupi ki, mənə bir dənə normal yer təyin elə, o ya sənə oturacaq, ya da sleeper, yəni yatan yer verir. Dedim, okey, ağıllı variantdır. O şimdi bir taksini caladı, mənə taksi ilə tapşırdı ki, sənə əlavə pul verəcək bu oğlan. Bunun işini həll elə, apar qatar yoluna. Normalda o taksinin gətirdiyi yol 20 rupi idi, mən dedim 100 rupi verəcəm. Gəldik, çatdıq qatar yoluna. Saat 7-nin yarısı mənim planladığım qatar gedirdi. Gəldi, çatdı, 7-nin yarısı biz buradaydıq artıq. Qaqaş nə qədər danışdı, yola gətirə bilmədi. Səbəb bunlar sürət qatardır, daha bahalı qatarlardır. Lev hərəkətə çox eləmirlər, ya da çox baha eləyirlər. 6000 pul istədi, rupi, axırda. Yəni zorla bəlanə yol gəndə 6000. Deməli, dəlisən, nə 6000? 700 ala biləcəm şey, niyə 6000? Biri onda 4 saat gözləməlisən, buj getdi, qatar getdi. 4 saat gözləyək, sənin üçün növbəti qatara variant tapaq oturmağa. Dedim, okey, bu mənə qane eləyir. Gördüm, mən okeydə gözləyək 4 saatı. Çıxdıq çölə bir kofe içib sigaret çəkməyə. Bu reski gir elə-belə bekarçıqdan sayta girdi. Dedi, şeydir, biletlər available oldu. Gəl, gələ tez alaq. Gəldim, bileti aldım 335 rupiyə. Təbii ki, bu aldı. Mən bunu ödənişini elədim. 335 rupi, yəni 3060 manat idi. 335 6 manatdır. Başa düşürsünüz fərqi. İndi bileti almışam 335 rupiyə. 4 saatdan sonra qatarım var. Saat 8-dir. Saat 12-də gəlməlidir mənim qatarım. 12-yə qədər mən vağzalda gözləyəcəm. Çıxmaq da istəmirəm. Çıxıb nə edəcəm deyə düşünürəm deyənə. Bəlkə indi ağlıma nəsə gəlsə çıxaram. Hazırdan oturmuşam da burada. Nə ziyanı var? Dəqiqələri sayıram. Gördün nə tər elədim bu? Dadadadan. Olmadı. Dadadadan. Olmadı. Dadadadan. Olmadı. Oldu da. Dadadadan. Oldu. 23 oynar. Son 50 dəqiqə. Üzümə də bax, qurbomsan. 18 yaşım var elə bil. Hər yerim səfirdir. Bilmirəm, gördünüz, görmədiniz. Adam p***lik yıxıldı. Deməli, vağzalın girişidir uşaqlar bura. Vağzalın bax girişidir. İnək gəldi bir batırdı bura. Gələn girir bura, gedən girir bura. Hamı da yıxılır. Adam yıxıldı, bütün hər yeri batdı. Sizə bunlar da batdı, buna bax, bunlar da batdılar. Allah batırmayın da hər yeri də vurma ayaqları. Ya. Hər yerə batırmayın da, ay dədəm var. Nədir hə bu? İndi keçək biraz vağzalın içərisini sizə göstərim. Mən bilmirəm, məsələn bunlar oturub baxır. Burada nəsə həngamı başlayır, amma başa düşmürəm nə başlayır. Bir yağdan yığışıblar bu kişinin başına. İndi sizə vağzalın içərisini biraz gəzdirəcəm. Solda insanlar uzanıb yatıblar məsəl üçün. Güya burada yoxlanış var, amma yoxlanışa baxın bir dənə. Belə keçdim, getdim bax yoxlanışla. Sonra keçək sizə vağzalın, bu yatıb, qaqam yatıb. Qaqam uzanıb yatır. O tərəfdə nə baş verir xəbərim yoxdur, mən platforma birdəyim. Yəni o baş bu baş gəzək, həm vaxtımızı öldürək, həm də sizə ümumiyyətlə bu insanların necə olduğunu izah edeyim. Ümumiyyətlə sağa sola biraz diqqət eləsən, görəsən ki, bunlar ayaqdan soyuğu almırlar. Ciddi deyirəm, başdan alırlar soyuğu. Hamısı adamlar var tapuçkadadır, ayaq-yalın tapuçkadadır, amma başını bağlayır. Hamı başını bağlayır ha burada ya. Yəni bütün kişilər başdan narahatdırlar. Amma ayaqları hamısının açıqdır. Tapuçkada gəzirlər, üşümürlər. Üstdən geyinirlər it kimi, amma ayaq yalın fırlanırlar. Doğuş, vecdənidir. Mən donuram burada. Məsəl üçün bizdə, mən özümdən danışıram şəxsən. Mənim üçün üşümə ayaqdan başlayır. Ayağım əsas bağlı olmalıdır. Başımın bağlı olması da olar. Nə bilim, köynəyim hətta çox qalın olması olar.
Ən vacib ayaqdır da, yəni soyuq oradan gəlirdi adama. Şimdi belə oturublar, qaqalar, bəziləri yatıblar, bəziləri nə eləyirlər. Bu da dediyim kimi pulsuz sudur, amma yox deyəsən pullandır. Prosta ucuz sudur. Yatanlar da nə qədərdir sözlər uşaqlar. Ümumiyyətlə, yəni küçədə yatan millət, vağzalda yatmaq nədir ki, heç nə. Ən sadə şeydir məncə vağzalda yatmaq. Çox pis yorulmuşam, 23.08, 23.50-də qatar gəlməlidir. Burada insanlar telefonlarını zaryatkaya qoyurlar məsələn. Hindistanın vağzalının ab-ı havası. 40 dəqiqəmi də dözüm, ondan sonrasına Allah kərimdir, görək nə olur. Deməli, 2 dənə qatar ləğv olundu. Mənim də qatarım 23.50 idi. O da deyəsən 11.058.005-ə keçdi. 55-ə keçdi. Ayda 1 saatda gözləməliyəm əlavə. Mənim qatarım, buna 2 dənə qatar da cancel getdi. Necə yəni? Bu qədər adamı yığıb necə bunu cancel eləmək olar? Mənə çatmır. Bu nətər bir şeydir? Bu nə? Mən niyə necəm indi? 1 saat əlavə gözləməliyəm mən. Və saat artıq 12-dir. Amma hələ də gözləyirəm və ölürəm. Ciddi şəkildə ölürəm. Halım yoxdur gözləməyə. Amma 1 saat daha gözləməliyəm dəyişməyə görə. Və uşaqlar, saat 1:00-dır. Saat gecə saat 1-dir. Mən hələ də gözləyirəm. 00:55-ə dəyişdi birinci. İndi 01:10-a dəyişibdir. 15 dəqiqə əlavə elədilər. Ölürəm. Ölürəm. Allah, axırı gəldi. Axırı gəldi. Mən hardan minəcəm onu bilmirəm. Burada yazılmayıb çünki. Allah, bir dənə əməkdaş yoxdur. Buna bax. Bir dənə adam yoxdur ki, soruşursan qaqaş, mən hara minməliyəm. Kim harada gəldi oturur? Kim hara yerləşə bildi? Yerləşir. Mən təcili tapmalıyam bu provadniki. Ona pul təklif edib keçməliyəm yataq olan yeri. Başqa variant yox. Böyle olmaz. Yer üstündə dava gedir. Elə tutublar ki, yerə heç kim otura bilmir. Onun üstündə dava gedir. Qadın da oyatdılar hətta. Oğlan da uzanıb ki, ona bax. Yanında yeri var, amma dayda keçmək istəyir, keçə bilmir. Sakit danışma məcburiyyətindəyim. Ümid edirəm, onu mən eşidirsiniz. Biri burada yatıb, biri ayağımın altında tamamında yatıb. İnsanlar bir-birlərinin üstündən keçərək tuvaletə gedirlər. İnsanlar yerdə yatırlar. Kiminsə ayağı, kiminsə qarnındadır. Kiminsə ayağı, kiminsə başındadır. Kiminsə başı, kiminsə dalındadır. Ciddi deyirəm. Mən belə dəhşət görməmişəm. Uşaqlar, baxın, düz yerdə uzanıb yatıb. Onun ayağı üstündə digəri yatıb. Burada adamlar bir-birlərinə başını söküb yatıblar. Və burada sol tərəfdə gördüyünüz tualetdir. Və tualetin qarşısında insanların ikisi də uzanıb yatıb. Qatarda özünüz tualetin nə dərəcə iyi verdiyini bilirsiniz. Və burada vəziyyətin nə dərəcə gərgin olduğunu düşünə bilirsiniz. Ümid edirəm. Adamlar orada yatıblar. Hətta o bir yana burada qatarın birləşmə hissəsində yatan adam var. Arxamdakılar isə nə çəkirlər. Bir tər burada oturmağa yer tapmışam və təcili əlim köynəyim burasını doldurmuşam duxuyla, açıqalanla. İyi-iyiyə bitər gedirəm. Sağım solum hər tərəfim iyi verir. Hər tərəfim iyi verir. Düşünün, aşağıdan olan adamlar və hamısı çox əzab əziyyətli işdən gəliblər. Hamısı iyləniblər təbii ki və hamısı bir yerdədirlər. Bir deyil, iki deyil. Vəziyyəti özünüz düşünün. Millət pəncərələrin qıraqlarından çox bərk formada soyuq vurur. Buradan da pis formada soyuq vurur.
həddindən artıq içəri buz kimidir. Yəni pəncərələri heç düzəldməyiblər. Sürətli qatar gedir və hava içəri vurur. Gecə saat 4-dür, havanın soyuqluğunu özünüz təsəvvür edin. Donuram, əynimdə qalın heç nə yoxdur. Bunların hamısının ədyalı zadı var, mənim heç nəyim yoxdur. Ciddi belə türemli vəziyyətdəyəm, bərbaddır vəziyyətim. Və sizə istəyirəm buranı göstərim. Bura bir dənə baxın, buradan mən keçmək üçün, tutaq ki, tualetə getmək istəyirəm də. Mən baxın vəziyyətə. Bax, görün edəcəm indi mən. Gedmək istəyirsən, sən belə getməlisən buradan. Hoppa. Hop. Buradan belə gedirsən. Sonra belə. Budur vəziyyət. Buna nə ad verəsən? Nədir bu? Millət, ciddi şəkildə donuram, iydən yana bilmirəm. Bunların bundarlığına baxıram, özümə yer tapa bilmirəm. Mən yəni çox belə titiz adam deyiləm, hər şeydən iyrənən adam deyiləm. O vəziyyətdir ki, mən dözə bilmirəm yəni. Buna bax, tuvaletin qapısını açdığımın başı getdi aşağı, qayıtdı, bağladı, başı qayıtdı yerinə. Belə. İndi bu gedəcək. Sonra o birisi çıxacaq, o son tapdalayaraq gələcək. Belə bir şeydir. Sonra bunlar bir-birini tanımırlar. Tanımadıqları halda bu qədər mehriban şəkildə yata bilirlər. Yəni, məhəbbətin bu dərəcəsi də olur. Burada kişilər belə tanımadıqları halda baş-başa verib yata bilirlər. Yeni adamlar gəldi, yer üstünə mübahisə gedir. Çoxu da pəncərədən gedir uşaqlar. Əvvəl uşağı atdı içəri. Uşağı atdı, sonra özü mindi kişi gördünüz onu. Uşağı görmədiniz, onu gördünüz. Sonra isə qadın gəldi. Qadın amma bu tərəfdən gəldi. İçəri ayağına girdi yəni. O mən belə başa düşdüm, yer tutmaq üçün belə bir addım atır. Səhər açılıb, bir təhər oturmağa bir yer tapdım. Orada oturduğum halda elə yatmışam. Necəsə ölürdüm yorğunluqdan. Qatarda adamlar azalıb, stansiyalarda düşüblər. Durdum bu tərəfə keçim, bir sigaret çəkim. Burada gördüyüm sizə bir şeyi göstərmək istəyirəm. Deməli, rak yunlarının içərisinə baxın. Məsəl üçün. Bu biri, o birisi daha dəhşətli formadadır. Niyə? Çünki bunlar bu tütün damsı ağızlarına salırlar bu tütünü, sonra tüpürürlər. Bunlar sigaret çəkmir çoxu, ancaq tütünü çeynəyib tüpürməklə məşğuldurlar. Bu qadın insanların başına əl vuraraq onlardan pul istəyir. Girib içəri, başlarına pul vurur, hamısından pul istəyir. Başa düşmürəm niyə? Niyə ki, gəlib mənə deyəcək? Anlamıram. Onsuz da yuxudan oyadır bu. Yuxudan oyatdı onu, ədyanlaşdı, ondan da istədi. Bax, belə eləyir, pul istəyir, başa düşmür. Heç bir emosiya paylaşa bilməm, bilirsiniz, emosiyalarım yerlə birdir, yerlə bir. Sizə vəziyyəti anlata bilməm, göstərə bilirəm, amma anlata bilməm. Qatarda getdiyimiz yerdə reski belə bir dənə uşaq gəldi, başladı belə akrobatik hərəkətlər eləməyə. Dəmri orasını soxur, burasından çıxardı, qışqırır. Belə anası da orada deyəsən musiqi çalır. Məqsədi də təbii ki, pul yığmaqdır. Nə bilim, bir qatarda bu nəyə lazımdır? Bir yol getmədə bu nəyə lazımdır? Bir stansiyada o bir stansiyaya keçir, belə akrobatik hərəkətlər ilə pul yığırlar. Qardaş nəsə satır bilməm. İyi də pis vurur. Lobiyan iyi oxşur, noxuddur.
Bro. उतार से आ गया और देना चलो पूछ लो भैया और पूछ लो खाना गरम है Qatarın içərisində su bası, su da hardan gəlir bilmirik. Mən bilmirəm, yəni onlar yəqin ki bilirlər. Düşünürəm tualet ehtimalıdır. Sumkamı da əlimə saxlayıb tutub yanmışam ki, tək su sumkama dəyməsin. Yes millət, yerdəki su tuvaletin suyudur. Bütün qatara yayılıb. Bütün qatar tuvaletin suyuyla dolub. Dostlar, mən artıq Mumbaydayam. Mən artıq Mumbaya çatmışam. Həyatımın ən iyrənc, ən çirkli, ən mındar, ən pis, bütün pis sözləri tapın, qabağına bir dənə ən qoyun. Bax, elə bir gecəsini keçirmişəm, elə bir 24 saatını keçirmişəm daha doğrusu. Gecədən başladı, növbəti gecədə bitdi. Canımda nələr eləmək, bir o qaldı ki, şalvarını çıxartsın, gəlsin yanında tuvaletini eləsin. Ondan başqa nə iyrəncliklər edimsiz görmüşəm. Uzun sözün qısası, bu sağollaşma deyil, bu hələlikdir. Sabahlar yuxudan oyanan kimi Mumbay videomuz başlayacaq. Hələlik deyirəm, buradan bir dənə püşük eləyib sabah səhər açacağım. Yəni püşük perixod qoyacağım, səhər açılacaq. Görüşərik uşaqlar. Püşük. Millət salamlar, bir dənə burj eləyib bura keçmişik, bilirəm. Deməli, biz hal-hazırda Mumbaydayıq. Mumbayda birinci günümdən sizi salamlayıram. Sonuncu kartım qalıb. Buradan da kart almağa qorxuram. Hər şey burada giydirmədir deyənə, birdən çəkiş edərəm, yanar eləyər deyənə heç ona risk eləmirəm. Sonuncu kartımla nə qədər yerləşdirsək informasiyanı edəcəyik. Hal-hazırda Starbucks'dan səhər oyanmışam, gəldim kofemi içdim. İndi isə həm gəzəcəyik, həm görəcəyik, həm də öyrənəcəyik. Keçək. Dünənlərin vağzaldan çıxdım. Oyda çıxdım belə tikillərə baxdıma. Ağzım belə açıq qalmışam da. Deyirəm ala, bu nədir ala? Yəni mən hara düşmüşəm? Bura Hindistandır yəni. Bəli, bura Hindistan imiş. İngilislərin memarlığı küçəyə çıxan kimi hiss olunur. Yəni o gördüyüm Dehlidəki dəlixana yox idi. Bu birinci məsələ. İkinci məsələ gün belə öldürür məni. Belə gün olar, Allah çox istidir. Yanvardır, yanvar deyil, dekabr. Dekabrda belə isti olar, Allah. Neysə, bunu da keçdik. Keçək Mumbay haqqında məlumatlara. Mumbay yoxsa Bombay. Bunların fərqi nədir? Deməli, uşaqlar, əvvəl bunun adı Bombay olubdu. Başa düşdünüz? Sonradan adını dəyişib qoyulan Mumbay. Mumbay, Türkiyə kimi düşünün. Paytaxt Dehli olsa da, ən böyük iqtisadi işlər, ən böyük filmlərin çəkildiyi, başımda nə var, nə yox, ana ürək Mumbaydır. Mumbaydadır hər şey. Necə ki, İstanbul, Ankara. Ankara paytaxtdır, amma bütün həyat, döyünən ürək İstanbul. Buranın da döyünən ürəyi Mumbaydır uşaqlar. Burada həyat müxtəlifdir. Burada milyarderlər də çoxdur. Dünyanın ən çox kontrastı əks olan şəhəridir. Yəni, burada milyarder də var. Çoxdur, yəni həddindən artıq. Burada kasıb slamlar da var. Yəni, gecəqondular falan da var. Qaydaq indi Bollywood söhbətinə. Deməli, bu film sektoru burada yavaş güclü inkişaf eləməyə başlayır. Başlayın şeylər, bu jurnalistlər, aktyorlar bir-birlərinə mırt tutmağa ki, ala bura Bambayın bığısını qoyub, deyirlər ki, ala bura Bollywooddur, Bollywooddur, Bollywood. Bir gün deyə bunu artıq rəsmiləşdirilmiş bir formaya salırlar. Hamı buranı artıq Bollywood kimi tanımağa başlayır. Amma Bollywood adı özəlliyi ilə yoxdur yəni. Cəmaatın mırtdaşmasından yaranıb dilə düşmüş bir sözdür. Və dostlar, burada 22 milyondan çox insan yaşayır. Hər gün 2000 adam Mumbaya gəlir ki, bir gün arzularını gerçəkləşdirib, bir aktyor olacaq, ya da aparıcı olacaq, ya da model olacaq. Cəmaatın bura axını sırf bu kino sektoruna girişlə bağlıdır. Bura 7 adadan ibarət olubdur. Və bu 7 adanı ingilislər götürüblər, torpaqla birləşdirib Mumbayı yaradıblar. Böyük bir şəhər ya. Ayrı-ayrılıqda 7 ada olub, təsəvvür edin. Və uşaqlar, Hindistan həmçinin, bax bunu da qeyd edeyim, dünyanın maliyyə beyni sayılır. Çox böyük şirkətlər fəaliyyət göstərir burada. Banklar, yəni maliyyə işləri ilə məşğul olan şirkətlər. Yəni ona görə elə-belə də baxmayın Hindistanlılar deyib, keçməyin bunun üzərindən. O ki, gələk və Bombay nə deməkdir deyə soruşsanız, Bombay Portuqal dilindən gözəl körfəz deməkdir. Buradan bir sual yaranır. Əgər buranı ingilislər tutubdursa, bəs niyə
Portugal dilində ad veririk. Aha, bizə məlum olur ki, burada ingilislərdən də qabaq Portugallar olub. Vasco da Gama, qaqaş, gəlir bura. Gəlir buranı kəşf edir. Tapır birinci Portugallar gəliblər. 450 ildən çox bunların üzərində hakimiyyət qurublar, təsəvvür edin. İngilislər 600-dən çox səhv etmirəmsə, amma Portugallar 450 ildən çox hakimiyyət qurublar. Və burada Portugal memarlığı da mədəniyyətdə hiss olunur, İngilislər də hiss olunur. Təbii ki, Hindistanların özü də mövcuddur burada. Vasco da Gama gəlir, qardaş, başlayır buranı kəşf edəndən sonra Avropa ilə Hindistanın ticarət bazarı açılmağa, yol açılmağa, buradan böyük bir ticarət getməyə başlayır. Biz indi gedəcəyik o Portugallardan qalmış köhnə məhəllələrdən birinə, köhnə tikillərdən birinə ki, haradakı Portugal memarı, Portugal kənd evlərinin formatı qorunub, hələ də saxlanılır. Düzü köhnədirlər, dağılıb sökülürlər, amma yenə də Portugallardan qalmış bir şeydir, gələk bir ora baxaq. Və ən maraqlısı isə odur ki, street food ən çox Mumbay'dadır uşaqlar. Dehlidə falan var, amma ən böyük mərkəz Mumbay sayılır. Biz street foodları da görəcəyik. Amma birinci gedək Portugalların evlərinə. Görək onlar burada nə qurublar. Uşaqlar yol gedirdim, dedim bunu sizə göstərim. Bir dənə bu binaya baxın. Əla tikilidir, əladır, əla memarlıqdır. Baxın. Yəni bura heç Hindistana oxşamır da uşaqlar. Çox mükəmməl vəziyyətdədir bu binalar. Uşaqlar, bir 20 dəqiqədir gəzirəm, tapa bilmirəm. Axırı bir adamdan soruşdum. Dedi, hal-hazırda olduğu çox kişi, elə bir ki, o binalar, evlər çoxdan olublar. Və çoxu sökülüb. Sökülüb deyəndə ki, dövlət tərəfindən sökülməyib. Dağılıb da, yəni köhnə binalardır. Amma bir hissəsi qalıb. Adam dedi ki, mənə bu hal-hazırda olduğun yolun digər tərəfinə keç, oradadır. Yes guys, tapdıq. Baxın, rəng-bərəng, balaca, amma binalar artıq tikilməyə başlayıb deyənə sıxılıblar, hamısı ortasında qalıblar. Və burada hələ də yaşam davam eləyir. Bura Portugal kolonial dövründən qalma evlərdir. Çoxu dediyim kimi gedib, amma çox qəşəngdirlər. Məsəl üçün, bu tərəfdə də var. Bu rozu ev çox qəşəngdir. Gözümün qabağını sizə göstərim. Baxın bu rozu evə. Görün, nə qəşəngdir. Çox qəşəngdir. Buranın özəlliyi də odur ki, bura Mumbay'ın səs-küylü küçələrinin düz ortasındadır. Amma sakitçilik qorunub saxlanılır burada. Bura deyilsin, sonradan düzəldilib. Bu da bizim balaca evlər kimidir. Bura düzəldilib, bura remont pul qoyublar. Bura əməli var, pul qoyublar. Yox, bunlar hamısı məhv olub gedib, görsən. Elə bir dənə o məhəllə qalıb, yəni. Yox, bu da həmən devrin evlərindəndir. Baxın, gənclər. Tikilisi də, memarlığı da. Memarlıq deyəndə böyle bir memarlıq yoxdur, amma ümid məni anladınız nə demək istəyirəm. Uşaqlar, buranın adı Heritage Village gedir. Portugal Heritage Village. Və bu kletkalar bilirsiniz də, ümid eləyirəm, fikrinizdə var bu nə üçündür. Mən açıq Mumbay'da görmədim. Bura meymunlarla doludur. Meymunlar evə girməsin, yəni hər yeri kletkalıyırlar. Türemli həyat yaşayırlar, başa düşdün? Bunların əvvəldən Varovskoy jizinləri var idi. İndi burada formalaşdırıblar bunu, başa düşdün? Gəlin indi qabağa baxaq. Görün nə qəşəngdir canlarım. Canım. Taxta, balkon. Retro pəncərələr, dar yollar. Bu nə qəşəng rəngarəng gedib evinə, buna bax. Adam belə evi olar. Nə qəşəngdir. Uşaqlar, bura elə bir ki, 1800 il qalmış evlərdir də. Buna bax, tökülür bu ev. Bu ev tökülür, amma çox qəşəngdirlər də. Bu şey düşürsüz. Kasıb hissəsidir bura. Mumbay'ın. Acından qırılırlar, yazıqlar. Piş. Mumbai deyirik, Şumbay deyirik. Bax, eyni vəziyyətdir. Bax, məsəl üçün, evlərin arasıdır bura. Görürsən, yəni, hara getsən, eyni vəziyyətdir. Bibi baxır ki, bu nə eynir? Bibi kamera ilə video çəkirəm elə-belə. Prinsipi, Bibiyə baxmaq istəyirsiniz, burada Bibinin ayaqları əlbəyə yazılın. Yəqin uşaqdan belə böyük. Vaxtdan masaj aparsaydılar, Bibi belə olmazdı. Mənim də ayaqlarım belə olub, ciddi deyirəm. Mənim ayaqlarım bundan betər olub, Bibinin ayaqları yaxşıdır. Belə dar küçələrdir uşaqlar. Bu yan da var, burada da qəşəng. Bir növ Sovetski. Amma prosta Sovetskini Portugallar salmayıb da, bir dənə fərq ondan ibarətdir. Sadəcə olaraq buranın bu ev də qəşəngdir. Köhnə nənə baba evlərini oxşayır uşaqlar hamısı. Baxın. Kənd evlərinin abi havası var. Baxın. Bax, bu dağılır. Ataş, bu
Malankar House, Kotaçi Vadi. Alab əsas küçə buradır uşaqlar. Salam əleykum. Mən Tuş Qorxan, gəldim tapdım əsas küçəni. Buraymış. Oyda. Ribata çox qəşəngdir ya. Allah haqqı səmimi sözümdür. Biliv olar ala. Bu nətər evdir? Nə qəşəng evdir ala bu. Yox ala bu otel desən. Mən gizlədim. Allah sırazı bax. Okey, mən Avropanı çox sevirəm amma buna rəngarəngliyə bax, buna bax. Sırazı adamı bir ruh bəxş eləyir də. Belə bir rəngarəng, bozuntul deyil də, rənglidir hər şey. Bozuntul deyil. Çox qəşəngdir. Mən bundan bircə şəklini çəkirəm uşaqlar. Oyda, Allah, bu nədir Allah? What the fuck? Çox qəşəngdir uşaqlar. Sənin cansın demirəm, öz canımsın. Mən zövq aldım. Çox qəşəngdilər. Rezit elədi uşaqlar. Bu evə bax, Allah, günə qəşəngdir. Allah, bu nədir Allah? What's not allowed? Ha, bir olmaz şəkil çəkmə, qoymur. Niyə ya, qoşma şəkil çəkəndə sən neyinə? Burada da belə şeylər var. Amma bu kilsə məsəl üçün, o vaxtdan Portuqal devrindən qalma kilsədir uşaqlar. Kilsə deyib də böyüdmü ya, amma kilsədir də. Gəlin göstərim sizə. Sis help me to live one day at a time. For God shall respect this place, be humble, don't sit here after. Ha, okey, oturma burada deyir. Burada baxın, kilsədir. Bu videomuz da burada yekunlaşır. Mumbai'da birinci günümün videosunu tamamlayıram. Səhifəni izləməyi, komment yazmağı, share etməyi unutmursunuz. Notification'larda mütləq açıq qoyun. Hələlik.